Hər bir məşqçi istəyər ki, hər bir klub istəyər ki, onun yaxşı nəticəsi olsun. Və bu gün ümumiyyətlə futbolda yanaşmalar dəyişibdir bu gün. Hə, biz milli komandanı düşünməliyik, amma klub da özünü fikirləşməlidir. Bəs kluba bu qədər pullar gedir, klub nəticə istəyir. Bu klub yəni ömrünün axırına qədər elə dövlətdən maliyyələşməyəcək ki. Bu pulu özü necə ki Qarabağ futbol klubu pul qazanır. Bu gün Neftçi də qazanmalıdır, Sabah da qazanmalıdır, Zirə də qazanmalıdır və bu futbolçu yetişdirməlidir. Legioner də yetişdirməlidir, yerli oyunçu da yetişdirməlidir. İndi yerli oyunçu zəhmət çəkib özlərində işləsin, gəlib əsas heyətdə oynasın. Bu Qarabağın oyunçusuna da aiddir, Neftçinin də oyunçusuna da aiddir, Şamaxının da oyuncusu hamısına aiddir. Ona görə də mən bu gün üçün, bu keçid dövrü üçün, legioner limiti ilə bağlı qərarı bu gün üçün doğru sayıram. Bu bizim futbolçular üçün siqnal olmalıdır. Özlərində əziyyət çəkməlidirlər və öz yerlərini, əsas heyətdə yerlərini qazanmalıdırlar. Yoxsa sən çıx, qol vura bilmə, bütün şanslarını burax geçsin, çıx müdafiədə kobud səhvlər elə, sonra denən ki, mən oynamalıyam. Elə şey olmur axı.